Gələn həftə Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna nümayəndələrinin görüşü gözlənilir. Amerika Birləşmiş Ştatları, Rusiya və Ukraynadan olan nümayəndələr gələn həftənin əvvəlində Miamidə yaxud Əbu-Dabidə görüşə bilərlər. Bu barədə cümə günü Politico nəşri mənbələrə istinadla məlumat yayıb. Vəziyyətlə tanış olan bir şəxs qəzetə bildirib ki, Amerika Birləşmiş Ştatları rəsmiləri növbəti danışıqlarda müəyyən irəliləyiş olacağına ümid bəsləyirlər. Həmçinin Politico'nun məlumatına görə Kiyev və Moskva münaqişəyə son qoymaq üçün razılığa gələnədək Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanətləri verilməyəcəyini açıq şəkildə bildirib. Lakin nəşrin mənbələri iddia edirlər ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump təhlükəsizlik zəmanətlərindən Kiyevə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışmır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Kremlin Ukrayna ilə bağlı növbəti danışıqların tezliklə baş tutacağını gözlədiyini bildirib. Xatırladaq ki, bu formatda sonuncu danışıqlar fevralın əvvəlində baş tutub və hər iki tərəf bunun uğurlu olduğunu bəyan edib.